17-ci sual MS Word proqramında aşağıdakı formada cədvəl verilmişdir. Yenə bu cədvəldən istifadə edərək burada 101 və 102 sətri seçilmiş insert above əmri icra edirik. Yəni yuxarı 101 və 102-ni seçib bax görək nə idi? Yuxarını vuranda 2 dənə yuxarı boşluq. Cavab burada B variantı. 17 B variantı. 18-ci sual. 18-ci sualda bir cədvəl verilib. Verilmiş cədvəl üzərində bir sıra əməliyyatlardan sonra necə bir cədvəl forması olur 18-ci sualda? 18-ci sualda baxaq, bir nömrəli sətrin sonuncu xanasını seçib vəli sözünü yazmaq. Bir nömrəli xanaya vəli sözü yazılır. Sonra 3 nömrəli sətrin ilk xanasını seçib Ctrl+C eləmək. Bunu fərdi kopyalayırıq. Sonra 2 nömrəli sətri seçib delete düyməsi sıxmaq. Deletedə bunlar silinir. Ümumi yazılar. Sonra kursor 3 nömrəli xananın sətrin sonuncu xanasına gətiririk və bura gətiririk və Ctrl+V eləyirik. Burada Ctrl+V eləyəndə Fərid yazılır təzədən və ikinci xana da ümumi silinir, yəni bu 2 də silinir. Boş olduğundan cavab A variantı. Fərid 2 dəfə yazılır.